Qurban olmayım millətimə. Bu gün həqiqətən deyəsən qurban olmayacağıq millətimizə. Bəlkə yeni birdən seriya başlara bilərəm ya da bu seriyanın adını dəyişdirib qurban olmayım millətimə qoya bilərəm. Çünki çıxan videolar göz qabağındadır və qurban olum demək biraz başa düşürsünüz nə demək istəyirəm. Birazdan görəcəksiniz. Kanala dəstək olmaq üçün bu videoya bir dənə like atmağı, abunə deyilsinizsə abunə olmağı unutmayın deyirəm və görək həqiqətən də bu səfər qabağımıza necə gizli videolar çıxacaq. Getdik. Nə? Fərdə Amin metroda? Nostalgiya daşır da bildin necə tökülür. İllər sonra metroda insanlar... Adamın dilinə gəlmir, siz həmişə metroda. Niyə gəlmir? Bundan çıxmamışıq, hər zamanda bu halı yaşayan. Mən çox peşmanım ki, mən niyə düşmürdüm metroya? Bundan sonra ancaq metroda. Qardaşım sən dolu olmayan bir yerdə minmisən. Dolu olan bir yerdə min. Ondan sonra deyəcəm sən ikinci dəfə düşmək istəyirsən yoxsa düşmək istəmərsən. Metroya minirsiniz, elə bilirsiniz, bilmirsiniz. Elə bilirsiniz, görünmürsünüz, görünürsünüz. Biliyorsunuz ki 2003'də Həzəstanın metrosunda görmüşdüm bunu. Bu nədir dostum? Fərdə Amin də o boyda xalq artisti. Xalq artistidir. Orasını dəqiq bilmirəm. Promoy Vaqan xətrinə deyənin, promoy xətrinə deyərəm mən ha. Vaqa bizim ürəyimizsən qardaşım öpürəm. Uşaqlara normal tərbiyə verin. Xahiş edirəm. Ailələr, buradan sizə səslənirəm. Bu dəqiqə məni böyük televizorda izləyən izləyicilərim olduğunu bilirəm. Xahiş edirəm, uşaqlarınıza yaxşı tərbiyə verin də. Belə olmasınlar. 40A sinifi. What the Azərbaycan, Azərbaycan. Arkadaşı dayı var, məcbur tutub gətirirlər. Ey qəhrəman evladım, şanlı vətəni. Sən bir dənə söz deyim, yəni 40 yaşında bunlar həqiqətən bir-birini tapmaya görüşürlərsə halal da yəni deyirəm. Mən bu dəqiqə yəni orta məktəbdəki sinif yoldaşlarımı yığıb görüşmək istəsəm, görüşə bilmərəm də, səni öldürürəm də yəni. Ay dayı oğlu, sabahın xeyir, gözün aydın, dişlərimi qurtardım, xeyirli olsun. Bir ildırım çaxanda çıxar evə qoy ki, dəmir da ağzını ildırım vurmasın. Bir də Torazada gedəndə o muskantlardan biraz aralı otur ki, onların kalonkasında yekə maqnet var. Dişin uçuq gedib oraya yapışmasın. Oxumuş adamın da zarafatı o olmur, səni öldürürəm. Durduq yerə analar. O cim gör, nə oldu? Ay, tualettəyəm, mən nə Nasıl edirsən? ki, mən sənə doğmuşam. Açıq bayrada, aydar. Səryə bilsən nə deyirsən? Sərgiyə lazımdır, bir qarnım ağrıyır məni. Zəhrimə. Hey yamal ben de dedim sana Allah ölmüşüm. məni öldürsün. Ne oldu mama? Bir stəkan çay verənim yoxdur. Ay ne dəxil istedin benim vermedin. Gərək mən istəyim. Aa bu çox realdır bu arada. Bu ikinci həkdə çox realdır ha. Ölürəm ki, canım qutarsın. Boyunuzu yerə soxursun. Deyip gülürdü de. Oy 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 oy. Belim öldürür. Ay Allah, belim tutdu. Bu divanı qaldırım ikinci mərtəbəyə. Xəstə olanda ağlar, divan zarı qaldırırlar, divar zarı çəkirlər. Bu xalanı var la. Xahiş edirəm 40 yaşıma satanda telefonu alın mənim əlimdən. Yoxsa belə olacam məndə. Biraz ki, həvəslənib çəkibdən niyə qəlb qırırsınız? Yəni də adamlar özləri üçün əylənirlər də. Yəni burada nə problem var? Problem bilirsiniz hardadır? Bu videoların meme səhifələrində paylaşılmasıdır. Meme səhifələrində paylaşılır və insanlar da lağa görür də yəni. Durduq yerə atalar. İlkinin ikinci videosu çıxır qabağıma. O nə yeyir oğlum? Mən durayım istər elə. İngilizcinin qaşığı nədir elə? Sən də sözüm, həqiqətən mənim atam da belədir. Allah haqqı. Yəni random bir şəkildə deyir ki, ingilis dili öyrənsən, ingilis dili öyrən. Deyir ki, nə qarsan elə, deyir oxuma. Oxuma, ancaq ingilis dili öyrən deyir. O ingilis dili öyrənmək yaxşı şeydir. Bir dəfə nə vaxt idi? Məndən bir dənə ingiliscə söz soruşdu, hə? Thank you sözü var, thank you. T-hı var ha. Normalda məktəbdə səhv öyrədiblər. Normalda s deyə oxunmur o. S deyil o, t-dır. Thank you. S deyil deyə bilərsən, hə? Prosta s deyil də o. Thank you deyil o. Thank you deyil qardaşım. Siz sübut eləyin sizə. Gəlin baxın. Yaxşı qulaq asın. Thank you. Thank you. Thank you. Thank you. T-la başa düşürsən? Mən gəldi dedi ki, thank you nə deməkdir? Ay mən də təkərə düşmüşəm, fikirləşirəm ki, o qədər ingiliscə bildiyi bu da bir saniyədə uçdu getdi. Deyirəm məndən necə bir sual soruşa bilər ki? Sən deməyəsən bu sözü soruşurmuş məndən. Bu tələffüzün o qədər pis eləyirmiş ki, mən başa düşməmişəm. Və ondan sonra da gözündə fitə batdı. İngiliscə bilmir bu uşaq, oxumayıb, kül boyun başına. Qızlar, oğlanlar bir yerə gələndə 100% qızlardan danışırlar. O sırada oğlanlar bir yerə gələndə. Biraz ki, imkan verir özü də oynasın. Görürsən işlərim niyə yolunda getmir? O sırada 10 ildir ata tərəfin qohumlarım. Arxa fondakı musiqi tanış gəldi sizə. Bu Serenadakı musiqidir. Bu Hadesin girdiyi bölümlərdə gəlirdi o musiqi. Biraz ki, heç nəyimiz yoxdur, amma yenə də imkan vermirlər yaşayaq. Gözlər götürmürlər də dostum. Salam. Axşamınız xeyir. Mən şəhərdə tanımadığım insanların şəklini çəkirəm. Onlar sizin şəklini çəkeyim. Ay Zültəyə. Mahnını görəndə o bir dənə video var idi ya. Videoda pandemiya iyi gələ bilməz. O video yadıma düşür. Sən deyirəm nə? Biraz ki, babat ləpə getdi. Deyəsən axşamı ciyər axşamında. O ləpəm var, rahat bir 5 kilosu falan vardı. 30 manatdan 150 manat falan idi bir kisə ləpə. Məşhədəki həmin qız.
Valla mən səsim belə olsaydı mən də elə eləyərdim, sən öldürəm nə yəni. Bax mən məktəbdə, sinifimdə belə bir qız olmuş. Bizimkilər hamısı topuz yığırlar arxadan belə. Topuz nə idi? La at quyruğu. Senin sinifinizdə var idi belə uşaqlar, yazın yorumlara. Altı qoşağın məndə olduğunu parama başa salmağa çalışandan mən. Bu qadın niyə belə hərəkət edir uşaqlar? Bilən var, yazsın yorumlar. Stikerə baxın yandakı. Ay nə zor tapırlar atlıları, bunu sən öldürürəm. Bakının mərkəzində qəribə geyimdə gəzən qız kimdir? Yəqin ki, turist və Azərbaycanın gözəl Targovusunda gəzərək video çəkir və TikTok səhifəsində paylaşmaq üçün. İnşallah turistdir. Oy zübül. Mən birinci dəfə belə şey görürəm, ola qarmon qopsun. Mən super ekler necətlə yapışdırıblar? Niyə belə rahat bir şəkildə qopa bilir? Adam pis oldu, ona baxırlar. Bir də arkadaşlar güldürür. Utansız sözünüzdən. Qardaşım başa düşmüşsünüz, tartsalan tarı sazlayır. Necə bir cümlədə ola, tartsalan tarı sazlayır. Əldə tarı var, ancaq onu sazlayırsan. Azərbaycan dili qəribə bir dildir. Bu cür ancaq musikantlardan gedirik deyəsən. Bu nədir? Bu qədər enerji olar, stol dözmür. Oha getdi. Mən bir şeydən başım çıxmır. Oradakı adam yıxılır da, kameramana nə olur? Ona belə əli ayaqla dolaşır, bir şey. Yaxşı adamlar atom. Ola, nə var? Kənd toyları başqa idi, sən öldürüm. İndiki toylarda bəşdə belə şeylər yoxdur, vallah deyirəm də ya. Adam darıxır kənd toylarına sarı. Sadəcə ortamından sarı, arxa fonu üçün yox. Qaqa gəl piyada keçisti, yol bizimdir deyən dostum havada 5-ci saltosuna baxır. Salam aleykum, Allah səni qorusun. Ancaq deyəsən bu səfər qorumayıb. Hər vaxtınız xeyir. Üzürdüsə, narahat edirəm. Sizin nömrənizin bakseli satışa çıxıb. Salam, ikinci nömrəyə ehtiyac yoxdur. Mən onsuz bir nömrəyəm. Altıya mən də belə mesaj göndərsələr mən də eləyərdim. Prosta yadlarına düşmürəm. Nə zəncilib mən belə şey deyirlər, nə də ki WhatsApp-dan səs atırlar. Axır ki xanımın ördəyi tapıldı. Tariyə şef çox sağ olsun. Qəbələdən mənim ördəyimi tapıb gətirib, hətta mənə tort da gətirib. Allah kömək olsun, Allah razı olsun, minnətdaram. Qaz deyil o. Qaz şəkli deyil o şeyin üstündəki. Yo, ördəkdir, ördək. Çəkdiyimiz vaqon da, dediyimiz vaqon da budur. Allah köməyimiz olsun, minnətdaram. Çox sağ olun. Həmən ördək də budur. Mi ömrün təkəri. Bir iki gündən sonra piyazıqı həmin o illərdə axtarıb tapdığı ördəyi. Bugün evdeki ustalara menemen yapıyorum. Sabah erkenden işe başladıkları için onlara güzel bir sofra hazırlamak istedim. Öncelikle domatesi. Evdəki ustalara sən menemen yaparsan, yeməyə buraxıb ardını gətirməsəm yaxşı olur. Olsaydı 4 martlıq siqaretə görə 30 minlik ciyərini məhv edəməzdim. İnsanın ağlı olsaydı bir vəfasıza görə 100 minlik irəyini məhv eləməzdi. Sənin kimi nəvənin. Dur Allah. Vay zor. Dönərdə inqilab Xalid. Dönər istəgəl grill, istəgəl bibər bərabərdə alapar. Amma mən buna baxanda yəni ağzım sandı, sən öldürəm. Şəş toyuğun arxasından belə döyər bıçağını kəsirlər. Deməli qardaşlar, bax belə bir aparatdır. Bax pulu əzməmiş götürmür. Şax yüzlükləri salırıq içinə, götürmür. Deyə qardaş mənə əz ver. Hə, bax buna bax. Bax götürdün. İndi bir də əzməmiş yoxla, bax bunu bir də sağ. Bir də onu sağ. Gəl. Bax görürsünüz qaytarıb. Cəmaatın dərdinə bax bir dənə. Cəmaatın dərdinə bax. Adam yüzlüyü büküb emona salmağın dərdini çəkir hala. Belə ekran olar, Allah yürüdür. Təklif etsələr mən də gedərdim. Təbii ki, zarafat edirəm. Nə işim var mən belə yerlərdə? Bir də ki, gör nə günə qalmışıq. Vallah deyirəm də, yəni nar abi, nar. Narın niyə belə bir reklama ehtiyacı var? Allah, heç bir mən operatorun belə şeylərini görməmişəm də, sənə öyle deyirəm. Bəlkə bunlar sadəcə nömrə satmaqdan sonra belə ellər, bilmirəm. Bəlkə narla heç əlaqəsi yoxdur bu söhbət. Nar bu söhbətdən sonra alınma olacaq. Manat 50 qəpik. Dəyərli Nə də la? bax. Ölçülərinə uyğun. İç geyimi tapa bilməyən bəylər yaxınlaşsın ailə ucuzluğa. Deyəsən Basatın tapa gözünün geyindi. Kaspa estetik videoda yaraşmır. Ayzibil, əvvəl var, afisat işlərində var. Bu hadisələr o qədər yaşamışdım ki, abi stəkana tökürsən hə, soku tökürsən. Soku nə idi la? Sayı tökürsən. Ortadan ikiyə böldürdü durduq yerdən. Niyə Allah, niyə? İstiyə bu qədər dözmüsünüz bu stəkanla? Yəqin altın əzin bir manat alınır da. Zarafat eləyərsən amma kruq deyil. Çox yaşanır, sən öldürəm. Yəni normal zarafatları eləyəndə, normal başa düşən bir kruq, hə, bu normal tanıdığınız kruqun var ya, ondan başqa heç bir kruq yəni elə deyil də, sən öldürəm. Zarafat başa düşmürlər. Elə bir loba baş salırmış kimi olursan. Arada ramalı da eləyəndə elə olur. Prosta ramalı içimiz arada bir yola gətirmək olur da. Bu nə idi gəl sinifdən? Arxa partada 20 qəplik fanat basan mən.
Allah fanatı niye o kadar da pis gelmir? O suplar olur dediğim bu roll tonlarda. Roll tonlar böyle guru töküp baharatınızdan töküp yerdik ya. O izbi. Onu bilirsən sizə pis gəlirdi ya izbi. Ne oldu? Bak bu nədir? Bak buna hörmətsizlikdir. Qonağa qarşı buna hörmətsizlikdir. Evin gədəsinin spalında yırdığı yerə bax. Bu nə eşkək boyda gədədir. Valla. Yer yüksələ bilmir o, hə? Bax, yox bunu ümumiyyətlə dünya səviyyəsində qaldırmaq lazımdır bu problemi. Rəhbərliyə bildirmək lazım. Bir dəqiqə mən bunu çəkib YouTube'a qoyacağım. Bax ha. Bax nə zaman. Baxın görün mən kimdən qohumam. Mən bunların evinə qonaq gəlirəm. Bunun məni qarşılamağına baxın. Qonağa qarşı ən böyük hörmətsizlikdir. Səbirlə sözdən bəlkə də üstsüz olsaydılar bunu da eləyərlər. Çünki bilirsiniz niyə elə düşündüklərini düşünürlər. Çünki evə gedəndən sonra danışacaqlar da o arvadlar olur belə. Bilirsiniz də hansı tipdə arvadlar deyir. Gəlib evdə bilirsən deyəcəklər. Az evlərinə getdim gördüm var ha. Heç yerlərini yığmayıblar. Görürsən elə pint adamdılar. Tıp belə deyəcəklər. Ona görə də düzgün ellər belə fikir çəkməklə. Nəsə bu video bu qədərdir. Ümidvarım sevdiyiniz bir video olmuştur. Roman milləti mən daha çox gəlməsinizsə bu videoya like atmağı unutmayın. Kanalın vəziyyətini görürsünüz zaten. Ona görə like atıb dəstək olmağı və yorum yazmağı da unutmayın. Sevdiyiniz qismləri yorum yazmağı unutmayın. 20 dəfə unutmayın dedim Allah. Gələcək videoda görüşmək üzrə. Sağ olun.